Əziz abituriyentlər, müəllimlər və kanalımın izləyiciləri, davam edirik biz Dövlət İmtahan Mərkəzinin hazırladığı bu 20 sınaq toplusundan belə deyək, sınaqların ikinci sınağın izahına. İkinci sınağımız mövzusu, deməli, mövzu üzrə sınaqlardan olan say sistemidir. Say sistemi də DİM-də verilən hardasa onu əhatə eləyir, amma bir-iki sual var ki, baxdım, onların da burada çalışacağım bu video izahda. Az da olsa məlumat verim. Deyəcəm hansı suallardır. Kanalı izləməyi, abunə olmağı, dostlarla paylaşmağı unutmayın. Paylaşaq ki, daha çox abituriyentə, müəllimə fayda verək. Keçirik biz birinci testimizin nümunəsinə. Test nümunəmiz 1-də belədir. Mövqeyli say sisteminin əlifbasındakı simvolların sayı necə adlanır? Biz bilirik ki, say sisteminin əlifbası onun əsasını təşkil edir, əsası. Digər ikili say sistemində verilmiş ədədi 8-lik say sisteminə keçirdik. Biz bilirik ki, 2-likdən 8-liyə keçmək üçün o zaman biz nə edirdik? Bir saniyə gələm, biraz qalınlaşdırmaq istəyirəm. İkilik say sistemindən 8-liyə keçmək üçün keçəndə biz 3-3 ayırma qaydasından istifadə edirik. Ədədin rəqəmlərin təbii ki, 3-3 ayırmaqla, biraz nazirləşdirək, 3-3 ayırmaqla 4-2-1 qaydasını tətbiq edərək ayırmağa baxaq. Gördüyüm qədərini ayıracaq. Yenə də bu hissədən belə. Deməli, 1 alındı. Birinci hissədə 1-dir. İkinci hissədə 1, 1, 0-dır. Üçüncü hissədə 0, 0, 1-dir və 1, 1, 0-dır. Biz demişdik, ikiliyə ayırırıq və sonra 4, 2, 1 qaydasını tətbiq edirik. Bu olur 1, bu olur 6, bu da olur 1, bu olur 6. Belə bir variant. Belə götürək də 1, 6, 1, 6 variantı, B variantı. Eyni nümunənin əksi var burada. İndi burada yazıb 2Y, A 16-lıqda. İndi bizə bunu deyir ki, ikilik say sisteminə gətir. Biz demişdik 16-lığın hər bir elementinə ayrı-ayrı baxacaq burada. 8, 4, 2, 1 kimi. 2-ni almaq üçün 1 yazmada başlayın. 2-ni almaq üçün bir dənə 2-ni alıb, bir də 0-ı. Əvvəlindəki 0-ların bir önəmi yoxdur təbii ki. E nədir? 14. 14-ü almaq üçün 8-i alıb, 4-ü alıb, 2-yi alıb, 1-i almayıb. A isə 10-dur. 8-i alır, 4-ü almır, 2-yi alır, 1-i almır, 2-lidir. Baxırıq, belə bir variant təbii ki, A variantı uyğun gəlir. Növbəti test nümunəmiz ikilikdə verilmiş ədədi onluğa keçirmə qaydasıdır. 1 vurulsun 2 üstü 3, üstə gəl 1 vurulsun 2 üstü 2, üstə gəl 1 vurulsun 2 üstü 1, üstə gəl 1 vurulsun 2 üstü 0. 8 üstə 4, üstə 2, üstə 1. 12, 14, bu da 15. 15 B variantı. 76 ədədi onluqdadır. 8-liyə keçirmək. 76-nı biz 8-ə bölməliyik. Qaydamız bir dənə idi. 9, 72 və bölmə əməliyyatın ta ki, say sistemin ən kiçik elementləri alınana qədər. Yəni 9 orada 8-likdə yoxdursa, biz bölməni təkrar aparırıq. 1, bu da 8, 1. Doğru cavabımız olur 1, 1, 4, D variantı. Yenə eyni bu tip nümunələrdən biri 1, 5, 1, 3, 5, 8-likdən bir onluq say sisteminə keçirin. Keçirək, alınır. 1 vurulsun, 8 üstü 2, üstə gəl, 3 vurulsun, 8 üstü 1, üstə gəl, 5 vurulsun, 8 üstü 0. 8-in kvadratı 64, üstə gəl, 24, üstə gəl, 5. 88-in də üstünə 5 gələndə alınır 93 onluq ədəd. 93-də C variantı. Eyni nümunənin başqa bir tipi 0, 1, 2, 3, 4, 5. İndi bunu açıq yazılışına yazmaq tələb olunur. 4 vurulsun. Təbii ki, əsası nədir? 6-dır. 4 vurulsun 6 üstü 5, 4 vurulsun 6 üstü 4, 5 vurulsun 6 üstü 3, 3 vurulsun 6 üstü 2. Burada bir dənə var. 0 vurulsun 6 üstü 1. Təbii ki, 0-a vuranla 0 ilə o yazılmayıb. 1 vurulsun 6 üstü 0. Bu da doğru variantımız A variantıdır. Hələ ki, bura qədər bütün nümunələr DİM-in nəzəriyyəsində, sinif dərsliyində, istərsə də indiyə qədər təqdim olunan DİM-in test vəsaitində olan nümunə suallardandır. Yəni, burada artıq hələ ki, heç nə yoxdur. Növbəti test nümunəmizlə davam edək. Say sistemləri üzərində
əməllər. Birinci test nümunəmiz belədir. Biz bilirik ikilik say sistemində toplama qaydasını. Bu tapşırığı buraya yazdım. 1, 1, 1, 0, 1, 1 ikilikdə. Üstəgəl 0, 0, 1, 1, 1. Bu da ikilikdə təbii ki. 1'in üstünə 0, 1, 1'in üstünə 0, 1, 0'ın üstünə 1, 1, 1'in üstünə 1, 2, 2 ikilikdə yoxdur. 2-dən 2 çıxıram. Olur 0 yazıram, 1 yadda. 3 dənə 1'in cəmi 3, 3'dən 2 çıxıram, 1 yazıram, 1 yadda. Yenə 1'in üstünə 1, 2, o da edir 0, 1 yadda. Yadımızda qalanda önə yazırıq. Burada da alınır. 1, 0, 1, 0, 1, 1, A variantı. Cüt ədədi müəyyən edin. Bu qaydadır. 2 dənə qayda deyəcəm sizə. Birinci qaydamız cüt əsaslı say sistemləri üçündür. İkinci qaydam isə tək əsaslı say sistemləri üçündür. Deməli, əgər ədəd verilmiş ədəd cüt əsaslı, əsas bir sözdə indeks. Məsələn, 2'lik, 8'lik görürsünüz burada. 3'lük, bunlar isə tək əsaslıdır. Bunlar tək əsaslı say sistemidir. Bu isə cüt əsaslıdır. Cüt əsaslıda qayda belədir ki, son rəqəminə baxırsınız. Sonu cüt rəqəmlərlə bitən bütün ədədlər cüt sayılır. Cüt əsaslıda sonuna baxırıq ədədin. Son rəqəmi cütdürsə, deməli ədədimiz cütdür. Təkdirsə təkdir. Cüt əsaslıda 1'dir, deməli təkdir. 0 olsaydı, yəni cüt olardı. 8'dir, 1'dir, yenə təkdir. Amma tək əsaslıda qayda necədir? Tək əsaslıda rəqəmlərin cəmləyəcək. 1 üstə 1 üstə 1 oldu 3. Rəqəmlərin cəmi təkdirsə təkdir və bu təkdir. Cütdürsə cütdür. Bax, tək əsaslıda rəqəmləri cəmləyəcək. Cəmi, rəqəmlərimizin cəmi olan o ədəd var. Cəm olan ədəd. Həmin o ədəd təkdirsə, məsələn, burada da 3'dür, yenə təkdir. Amma burada baxın 4'dür. 4 necə ədəddir? Cütdür. Deməli, bu ədədində bu ədəd cütdür. Aydındır. Bax, 2 qayda deyirəm. Birinci cüt əsaslıdırsa, baxırsınız son rəqəminə. Son rəqəmi 0, 2, 4, 6, 8 ilə bitirsə, bu cütdür. Tək əsaslı say sistemidirsə, məsələn, 3'dür, 5'dir, 9'dur, 7'dir. Bu tip say sistemlərində isə baxırsınız rəqəmlərin cəmləməyə. Rəqəmi cəmi cütdürsə cütdür, təkdirsə təkdir. Burada da doğru variantımız budur. Müqayisə doğru münasibəti müəyyən edir. Əslində, burada baxan kimi bilinir. Həmişə əziz abituriyentlər, ən qısa yola qaçın. Ən qısa yol, ən tez bitirmə yolu. Bəzən eşitdiyimiz sualdır. Vaxtım çatmadı. Vaxtın çatmağı üçün sadə qaydaları bilmək məcburiyyəti. Bunu sən 2'likdən, ya 3'lükdən, 7'likdən 10'luğa aparsan, nə qədər vaxtın gedər. Amma baxan kimi bilmək və bu taktikaları bilmək vaxt qazancı deməkdir imtahanda. Doğru münasibəti müəyyən edin. Təbii ki, burada əslində baxanda variant çıxır. Biz qayda keçmişik. Mən kanalımda say sistemlərlə bağlı dərslər var. Yenə də burada olmayan məlumatlar olanda, başqa mövzulara bu sınaqlarda rast gəlsəm, yenə də onların mövzu kimi çəkib izahlarını sizlərlə paylaşacağım. A 16'lıq. Biri 16'lıqdadır, biri 10'luqda. Yox, ikisi də 10'luqdadır. 16'lıqdadır daha doğrusu. Bu tək rəqəmlidir, bu cüt rəqəmli ədəddir. Bağışlayın. İkisi hər iki əsası eynidir. Bu nədir? Bu təkcə 10'dur, bu isə 1, 0'dır. Fərqlidir də. Bu tək rəqəmli ədəddir. 1 rəqəmlidir, bu 2 rəqəmli ədəddir. Deməli, bu əksinə olmalıdır. Həqiqətən də keçirsiniz. Bu olur 16, 10, 16'lıqda, 10'luğa gətirəndə. Bu isə olur, baxın, 16. Həqiqətən də bu böyükdür. 10'luğa gətirsiniz. Düzdürmü? İndi ikinciyə baxaq. B variantı. Əgər, məsələn, C-lə gedək, ondan sonra B-yə baxarıq. 37 8'likdən bərabərdir 37 10'luqda. Xeyr. Əgər ədədlərim eyni ədəddirsə, baxıram say sistemin əsasına. Say sistemin əsası böyük olan böyükdür. Qayda belədir. Bu formada olmalıydı. Bu əksinə olmalıydı. Burada da artıq avtomatik variant çıxır. 25, 25. İkisi də eynidir. Əsası böyük olan böyükdür. Bu düzgündür. Amma digərlərinə də baxmaqda fayda var. Vaxt itkisi də olsa 65'i 7'liyə çevirsək. 42 üstə 5, 47. 47'ni də 10'luqdan 5'liyə keçirsək. 9 dəfə 45, 2, 5'ə bölsük bir dəfə. Deməli, alındı belə bir ədəd. 142. Əksinə olmalıydı da 145'liydi. İkisini də eyni say sisteminə gətirdim ki, müqayisə aparaq. Belə olmalıdır. Bu formada. Deməli, səhvdir. Bu da səhvdir, bu da səhvdir, bu da səhvdir. Düzgün cavabımız budur sözü. Buna baxaq. 54 olur. Ya bunu bölməlisiniz, yəni belə. Ya da mən bunu necə yazıram? 32.
Üstəgəl 16. Düzdürmü? Üstəgəl 32 çıxsa burada 22 qalır. Burada da 6. 4 üstəgəl 2. Baxın, bunlar bir-birinə bərabərdir. Bu nədir? Bir yanında 5D0. Bu nədir? Bir yanında 4D0. Sadəcə sıfırlarını buraya yazıram siz üçün. 4 nədir? Bir yanında 2D0. Deməli, bu sıfırım düşür aşağı. 1 yanında 2D0 oldu 4. 2 nədir? Bir yanında 1D0. Bu rəqəm elə bir-birinə bərabər deyilmi bunlar? Bu da səhv idi. Doğru cavab oldu B variantı. Deməli, 100 onluq ədədin 9-luq say sisteminə yenə də 100-ü böləcəyik 9-a. 11 dəfə 99, 1, 11-i də 9-a böləndə bir dəfə 9, 2. Deməli, doğru cavabım olacaq. A variantı 1, 2, 1. Yenə də bu nümunəyə baxaq. Birlərin sayını istəyir bizdən. Yenə bu nümunələrdə, ümumiyyətlə bu tip tapşırıqlarda biraz çalışın, vaxta qənaət edin. Ya bu 1300 neçə verib? 1358 ədədini götürməlisiniz, siz oturmalısınız, bölməlisiniz. Yəni, bunun başqa qaydası mı var? Yoxdur, təbii ki. Ya bunu bölməlisiniz, ya da bunu 2-nin qüvvətləri şəklində gətirilə bilən ədədlərin cəmi kimi yazmalısınız. Mən bu rəqəmini bunu parçalaya bilərəm. Necə? Buradan yazıram. 1024 üstəgəl 256 üstəgəl 64 üstəgəl. İndi burada bir dənə, bir saniyə burada. Ucu çıxa bilmədim. 158-dən 1024 çıxanda 4, 3, 3, 256 çıxanda 8, 12-dən 78, 64 çıxanda 4, 14. Düzdürmü? 14 çıxanda burada qalır 8, 8 çıxanda 6, 6 çıxanda 4 plus 2. Bizə deyir ki, birlərin sayı müəyyəndir. Bu nə deməkdir ki, indi? Bu yazdığım yazılış nədir? Bu demək deyilmi? 2 üstü 10 üstəgəl, 2 üstü 8 üstəgəl, 2 üstü 6 üstəgəl, 2 üstü 3 üstəgəl, 2 üstü 2 üstəgəl, 2 üstü 1. Düzdür? Bunlar elə hər biri 1 deməkdir də. Bir yanda 10'da 0, bir yanda 8 0, bir yanda 6 0, bir yanda 3 0, bir yanda 2 0, bir yanda 1 0. 1, 2, 3, 4, 5, 6. Doğru cavabım olur A variantı 6. Növbəti test nümunəmizə baxaq. Ona görə biraz ekranı təmizləyəcəm. Burada davam edeyim. Deməli, 1, 2, 1 x-lıqda üstəgəl 1, 5-likdə bərabərdir 1, 0, 1, 7-likdə bərabərliyində deyir ki, x-ın qiymətini tapın. Biraz ekranı da aşağıya çəkək, hazır. Aşağıya götürdük. Yenə də açıq yazılış qaydasından istifadə edib tənliyə gətirək. Başlayaq. Bunu biz buradan yazıram elə. 1 vurulsun. Nömrələrdə üstsə bu avtomatikdir də artıq. X kvadrat üstəgəl 2 vurulsun x üssü 1 üstəgəl 1 vurulsun x üssü 0. Üstəgəl 1 bərabərdir 1 ilə 5. 1 vurulsun 7'nin kvadratı üstəgəl 0 vurur 7 üstü 1 üstə 7 vurulsun 7 nə idi? 1 vurulsun 7 üstü 0. İndi bunu sadələşdirək. Burada nə alınır? X kvadratı üstəgəl 2x 2 bərabərdir 7 49 9'un üstünə də 1 50. Tərəfə keçəndə x kvadrat plus 2x minus 48 bərabərdir 0-a. Əslində bunu diskriminantla da yaza bilərsiniz. Onda diskriminant olsa, ümumiyyətlə kök çıxır. Mənfi kök bizə lazımdır. x1 olsun, deməli 48. Mənfi 8, x2 də olur 6. Düzdürmü? Bizə 6 lazımdır. Amma diskriminantla geçsək, burada nə olacaq? Deməli, diskriminant nəyə bərabərdir? 4 plus 48-i 4'ə 100, 48'i 4'ə vuranda 192. Bu da elə 196. Onda x1, x2 nəyə bərabərdir? Mənfi kök təbii ki, mənə lazım deyil. Mənfi 2 plus minus 196'dan kök 196'dan 14. Deməli, 14 2a 6'da 1'dir. Bu da oldu nə? Baxın, müsbət kök 6 lazımdır mənə. Mənfi kök mənə lazım deyil. Yəni, mənfi 8 alınırdı, yenə də mənə lazım deyil. İstənilən halda bu formada yaz. Əslində, V-ti bilən, V teoremi ilə geçsək, buradan avtomatik çıxır. Amma diskriminantla yaza bilənlər də, onu bilməyənlər də bu formada davam edə bilər.
A variantı. Növbəti test nümunəmiz yenə də həmin test nümunəsinə bənzər, amma burada çaşdırıcı bir məqam var. 0, 1, 2. Deməli, bir saniyədə ki, mən buranı təmizləyim. Bir saniyə. Deməli, burada nədir? Bizə deyir ki, burada. Bizə burada deyir ki, bunları nömrələyək. 0, 1. 0, 1, 2. Yenə də x-i əslində biz tapacağıq həmin rəqəmi. Ondan sonra biz onu gətirəcəyik 16-lıq say sisteminə. Yazaq. 5 vurulsun 7 üstü 1 üstə gəl 5 vurulsun 7 üstü 0 üstə gəl x bərabərdir. 3 vurulsun 6'ın kvadratı üstə gəl 2 vurulsun 6 üstü 1 üstə gəl 5 vurulsun 6 üstü 0. Düzdürmü? 35 bu da 5 40. Üstə gəl x bərabərdir. 6'ın kvadratı deməli 36 3'ə vurduq. Üstünə burada 36'yı 3'ə vuranda 108 düzdür. 108'in burada biraz şaşdırıcı məqamlar var. 108'in üstünə 12 bu da 17 gələndə 5 bir yadda 2 1 125 125. Onda x-im nəyə bərabər imiş? 85'ə. Amma bu onluqdadır. Bizə deyir ki, bunu 16'lığa çevir. Yəni 85'i 16'ya bölürük 5 dəfə. 80, bu da 5. Doğru cavabım olur 55, 16'lıqda. Elə bir variantda B variantı. Şimdi buranı təmizləyib, biraz da ekranı çəkək aşağıya doğru növbəti test nümunələri rahat izah eləyə bilək. Çünki bu tərəfdən də 11'dən qalır. Aha. Deməli, bütün testlər yerləşdi, əla oldu. Baxaq 11-ci test nümunəmizə. Nə verir? 2 üstü 2000 üstə gəl. 64'ü yaza bilərəm də. 2 üstü 6 üstü 300. Düzdürmü? Bu nə verəcək? 2 üstü 1800. Bir də 32. 32 də nədir? 2 üstü 5. Sanki 2 üstü 2000 üstə gəl 2 üstü 1800 üstə gəl 2 üstü 5. Bu rəqəm verib. Bizə deyir ki, bizə əgər desə birlərin sayı 1, 2, 3 düzdürmü? Sıfırın sayında nə edirik? Aldığımız bu rəqəm var 0. 2000 dənə sıfırım var. Düzdürmü? Bir yanda 2000 sıfır. Bir dənə 1 buradan gedir. Yəni 1 üstə 0 gələndə oldu 1. 1'i çıxır. Bir dənə də 1 buradan çıxır. Qalır 1998. Əgər desə birlərin sayı 3, sıfırların sayını istəyir 1998 dənə sıfır var. Növbəti yenə də əməllərdəndir. 12-ci test nümunəsi. İkilik say sistemində vurma əməlidir. Eyni riyaziyyatda olduğu kimi də bir dənə toplamada diqqətli olmaq lazımdır. Yəni toplayarkən diqqətli olmaqda fayda var. Yəni diqqət son dərəcə. 1 üstə gəlir. 1 0 1 yadda 3 birincəm 1 1 yadda yenə 1 1 yadda 0 yazacağım 1 yadda 0 1. Belə bir cavab 111 01 111 01 A variantı. Növbəti 13-cü tapşırıq bundan dimin vəsaitində də var, testində də var. 01 01. Hər birinin onluğa gətirməliyik. 36 üçün 36 8'lik say sistemi bərabərdir. 3 vurulsun 8 üstü 1 üstə gəl 6 vurulsun 8 üstü 0. Bizə verir 24 6 30 onluqda. Növbəti F5 16'lıqda. F nədir? 15 vur 16 üstə gəl 5. Bu da bərabərdir. 15'i 16'ya vurub üstünə gələndə bir saniyə. 245 eləməlidir. 245. Əgər səhv vurdumsa, indi kalkulatorsuz 245, 245. İndi bizim bir dənə x halımız var. Deməli, bu 30 kiçikdir x, kiçikdir 245 aralığında qiymət alır. Düzdürmü? Düzdür, yəqin ki, düz başa düşürsə. Bu qiymət alır. Burada 3 dənə əsas, indi riyaziyyat oxuyan uşaqlar bu qaydaları bilir, mütləq ki bilir. Bir var, A kiçikdir x kiçikdir B qaydası. A kiçikdir x kiçik bərabər B və yaxud da A kiçik bərabər x kiçikdir B şərti.
Bir də var A kiçik bərabər x kiçik bərabər B şərti. Əgər şərtin, baxın burada, bərabərsizlikdə kiçik bərabər şərti var. Bu zaman nə var? Böyükdən kiçik çıxırıq. 245-dən 30 çıxacaq. Cavabımız olacaq 215. Amma burada elə belə bunu yazıram belə. Bu şərt olsaydı, üstünə 1 gələk. 245-dən 30 çıxacaq. 215 üstünə 1 gəlib 216 eləyəcəkdi. Yox, əgər bunların üzr istəyirəm, burada bunu qoymamışıq. Hə, belə olsaydı. Əgər yox, bunların heç birində bu işarə olmasaydı, elə bu formada olsaydı, onda böyükdən kiçik çıxacaqdıq, B-dən. Çıxacaqdıq 1. Yaxşı. Əgər bir şərtdə var, birində yoxdursa, bizdə də burada kiçikdir var, kiçik bərabər var. Ona görə də burada böyükdən kiçik çıxırıq. Doğru cavabımız olur 215. 14-cü sual tapşırığına baxaq. 14-dən də testdən bu dində var. Bizə verib 3, 2 x-lıq say sistemində bərabərdir 43 y-lik say sisteminə. Və bizə deyir ki, y-in mümkün müsbət qiymətini, x-in ən kiçik qiymətini tapaq. Əsas məsələmiz nədir? Bunları yenə vurub açıq yazışa gətirək. Olacaq 3 vurulsun x üstəgəl 2 bərabərdir, 4 vurulsun y üstəgəl 3 şərt. Düzdürmü? Mənim y-imin ala biləcəyi qiymət 4-dən böyükdür, plus 4. Yəni ki, 4-dən böyük qiymət ala bilər. Çünki əsası içindəki elementdə kiçik olmalıdır. Yəni, belə deyək, içində əgər 4, 3 element varsa, 4, 3-dən gedirsə, bu y-in ala biləcəyi 4-dən böyük. X-in ala biləcəyi qiymətləri isə, belə götürək, 3-dür. Yəni, 3-dən böyük. Yaxşı, bu bizə əslində lazım deyil, bu lazımdır. X-in ən kiçik qiymətini axtarıramsa, onda y-in də ən kiçik qiymətinə baxmalıyam. Y-in dedik ki, 4. Ən kiçik olsun, ala bildiyi, y olsun 5. Düzdürmü? Gəlin də 5-i tapaq. Buradan eyni gedir. Buradan bu tərəfə yeni qiymət qoymaqla gedir. 20, 23. Onda olur 3x plus 2 bərabərdir 23-ə, 3x bərabərdir 21-ə, x də bərabərdir 7-yə. X-i tapdım, 7. Bu başqa qaydası varmı? Təbii ki, ən rahat qayda budur. 19-cu test tapşırığında baxaq sinifdə. Sinifin deyir, bu qədər faizi qızdır. Buna baxaq. 0, 1, 2, 3, 4, 5. Deməli, buradan yazacağım. 32 üstəgəl 16 üstəgəl 8 üstəgəl 4. Obslarda 0-dır da, təbii ki, gəlmir. 0, 0. Yəni, belə götürək. Bunları qruplaşdırsın. 20, bu 40, 60. 60 faizi qızdır. Qız. Bu qədər nəfəri isə oğlandır. 0, 1, 2, 3. Onda bu nə olur? 1 vurulsun 2 üstü 3, üstəgəl 1 vurulsun 2 üstü 2, üstəgəl bunlarda 0, 0, da bunu vurmuram. 8, bu da 4, 12. Oğlan. 12 dənə oğlandır. Sinifim əgər 100%dirsə, 60-ı qızdır, onda neçə faizi oğlan imiş? 40%, düzdür? 12 nəfəriyim, 40%dirsə, onda x nəfərimdə 100% olar. Tənasibi həll eləsəm, x nəyə bərabərdir? 12 vur 100 böl 40-a. Bu gedir, 4-lə də bu gedir, 3, deməli 30 nəfərim var imiş, 30. Amma desə qızların sayı nə qədərdir? Bundan bunu çıxardım, 18 olardı. Təbii ki, o da burada yoxdur. Yəni, sizə bir dənə 20-ci sualla bağlı olan dərs izahı çəkəcəm. Amma bunun bir neçə həlli yolu var. 20-ci test tapşırığı. Mən məsləhət bilərdim ki, say sistemi mövzusunda verilibsə, buna say sistemi üçün baxaq. Əgər bunun qaydası belədir. 0, 1, 2, 3. Deməli, bu neçəlik say sistemindədir? 4-lük. Buradan yazıram. 0, 1, 2, 3. Və bu 4-lüyün elementləridir, düzdürmü? Və burada diqqət edəcəyimiz məqam. Sıra nömrəsi 215 olandır. Mənim fikir verin. Birinci yerdə dayanan kodum 0-dır. Əgər birinci yerdə dayanan kodum 0, 0, 0-da, yəni belə verilibsə, 4 rəqəmlə də söhbət gedir. Mənim 215 çıx 1 bərabərdir 214, onluq ədədini 4-lük say sisteminə keçirməklə kod nömrəsini müəyyən edə bilərəm. Say sistemindən tapılma qaydası bunun belədir. 214-ü 4-ə bölərəm 53, belə deyək də 20, 14, 3, düzdür, 2. 53-ü 4-ə bölərəm 13,
52, 1. 13-ü 4-ə bölərəm. 3, 12, 1. Deməli, mənim kodum 3, 1, 1, 2-dir. Bax, C variantı. Amma, burada bir məsələ var. Əgər desə ki, bax, bu biri niyə çıxdıq, niyə üstünə 1 gəlirik? Bax, bu məsələyə bir dənə qısa izah verim, növbəti test nümunəsinə davam edək. Əgər desə ki, bax, məsələni dəyişirəm. 0, 1, 2, 3 rəqəmlərindən istifadə etməklə 4 rəqəmli kodları artan sırana yazmışıq. Deyir 300, 3, 1, 1, 2. Buradan yazıram. 2. Kodunun sıra nömrəsi müəyyən et. Əgər sıra nömrəsini istəyirəmsə, onda bunu dördlükdədir. Mən adi qaydada dördlüyə gətirirəm. Nə olur? 3 vurulsun 4-ün üstü 3, üstə gəl 1 vurulsun 4-ün üstü 2, üstə gəl 1 vurulsun 4-ün üstü 1, üstə gəl 2 vurulsun 4-ün üstü 0. Bu mənə verir 214. Amma mənim fikir verin, birinci sırada dayananım 0, 0'dır. Ona görə bunun üstünə 1 gəlirəm 215-ci sırada olsun. Yəni bu kodun sıra nömrəsi 215 olsun. Ona görə də 1 çıxıb 1 gəlmək məsələsi var. Əgər kodu veribsə, sıra nömrəsi istəyirsə, üstünə 1 gəlirsiniz tapdığı cavabın. Yox, sıra nömrəsini veribsə, kodu tapırsınızsa 1 çıxıb sıra nömrəsinə keçirirsiniz. Bir sual yarana bilər. Müəllim, elə burada həmişə 0, 1, 2, 3. Bəs burada məsələn görürük ki, A olur, B olur, C olur, D olur, E olur, nə bilim F olur. Buna da say sistemi kimi baxın. 0, 1, 2, 3, 4, 5. Deməli bu 6-lıq say sistemidir. 6-lıq kimi baxacaq. Yəni bunların izahı, buna dair bir izah çəkərəm sizə. Yəni bunun həll olunma qaydası bir budur, bir də qayda var. Amma o qayda say sistemində verilməzdir. Ona görə mən düşünürəm ki, bunun həll qaydası budur. Gəldik 4-ə bölünən ədədlər. Bu da ən rahat qayda seçirik. Onluqda olan kimi axır 2 rəqəmi 0-dırsa, bu ədəd 4-ə bölünür. Cüt olmalıdır, amma axır 2 rəqəmi. Cütdürsə, məsələn, bunlar gedir. Yəni ikilikdə olan qayda belə deyil. 4-ə bölünmə qaydası nətərdir? Son 2 rəqəmi 0 olmalıdır ki, 4-ə bölünsün o ədəd. Burada təkdir deyə onsuz da olmur. Burada da 1, 2 C variantı olmuş olacaq. Davam edək 22-ci test nümunəmizlə. Bir dənə 20-ci test nümunəsidir ki, burada din vəsaitində, istər dimin testində bu testlərə rast gəlmək olmur. Amma Kodera kitabın hansısa abituriyentlər işləyibsə indiyə qədər, Koderada ona bənzər, yeni nəşrdə ona bənzər çoxlu suallar var. Burada nə deyir? Deyir ki, nəticəsi 50-dən böyük olan ifadələri müəyyən edir. Ona görə mən ifadələri müəyyən onluqda təbii ki, deyir də bunu. Bunları 8-liyə gətirərəm, 8-li kimi cəmləyərəm. Belə götürək, buradan yazım. 1, 0, 0, 0, 1, 0. 4, 2, 1-i tətbiq eləsəm, bu olur 4, bu olur 2. Onda olur 32 8-likdə, üstə gəl 42 8-likdə, təbii ki. 4, 7. 74 8-likdə nəticəsi onluğa keçəndə təbii ki 7 vur 8 artıq 55, 56 keçir. Ona görə 50 bu uyğundur. Bu biridir. Digərinə baxaq. 27 8-likdə. Üstə gələk. Buradan ayıracam mən. Deməli, bu olur 6, bu olur 2. 2, 6, 8-likdə. 13, 13-dən 8, 5, 1 yadda, 55, 8-likdə, 5, 5, 8-likdə. Bunu da onluğa gətirsək, 5 vurulsun 800, 1, üstə 5 vurulsun 800, 0. 40, 45. Ödəyirmi? Xeyr. Çünki deyir 50-dən böyük olsun. Bu ödəmir. 2 olan variantlar avtomatik ələndirsə, ələnmir hələ də. Amma 1 olandan avtomatik variant çıxır. A variantı. 4 də yoxlayaq, yəni rahat olsun. Amma normalda baxanda 1 olan variant bir dənə. Bunlar idi, yəni 1 olduğuna görə onsuz da bu digərləri ələnmişdi. Çalışın variantlarla işləyin. Tez, rahat, ən səmərəli, ən tez yolu seçin. Gələk 4-ü də bir dənə yoxlayaq. 1, 6, 8-likdə üstə gəl. Bunu da ayırsıq. Nə olur? 6, 1, 8-likdə. Həqiqətən də 7, 7, 8-likdə. Təbii ki, 7 vur 8, üstə gəl 7, 50-ni aşır. Ümid edirəm ki, aydın oldu bu test nümunələri. Davam edirik 23-cü test nümunəmizlə. Bunda yenə də bu tipləri ancaq sütunlu yazın. Daha rahat, daha tez tapasınız. Baxın, 1, 6, x, bu da 7-likdə bərabərdir 5, x, 3, 7-likdə. 6 üstünə nəsə gəliyib, baxın, buradan yazıram. Buradan yazıram. 6 üstünə nəsə gəliyib, bilinir. Alınıb nə isə, çıxıb ondan 7 verib 3. Burada 10 tapa bilirəm. Burada da 4 tapıram da avtomatik.
Demək bu 10 imiş də. 7 bax. Nəsə çıxmışam, nə belə deyil, bilmirəm. X-dan 7 çıxmışam, 3 qalıb. Və bu 10-luqdur. 10 imiş. 10-luq yox, 10 imiş. 10 olduğuna görə də X-i burada 4 təyin edə bilərəm. Gəlin yoxlayaq. 6 üstə 4, 10. 10-dan 7, 3. 1 yadda. Dedi X 4'tü də. 4-ün üstünə 1, 5. Bu da 6, 11. 11-dən 7. Yenə 4. 1 yadda. 4, bu da 1, 5. Verdi mi? Deməli, X-in qiyməti nədir? 4. Növbəti, beşli say sistemində ən kiçik rəqəmli ədədi, beşlikdə ən kiçik rəqəmli ədədim nədir? 1, 0, beşlikdə. Üstə gəl. 9-luq say sistemində ən böyük rəqəmli ədəd 8, 8, 9-luqda. Bunların cəmin deyir 10-luqda tap. 0, 1, 5, üstə gəl. Bu da olur 0, 1, 8 vurulsun 9, üstə gəl 8. Bərabərdir. 72, 80, 85. Amma bundan qurtarmır. Bu 10-luqdur. Bir ona cəmin bunu cəmin istəyir. Cəmi bu rahatdır. Cəmin 10-luq say sistemidir ya 85. 72, 80, 85. Növbəti 25-ci test nümunəmizə baxaq. 16 üstü 19 ədədin 8-li say sistemi yazılışında neçə rəqəmli? Yox, ilk rəqəmi müəyyən edin. Bəzən sual olur. Burada da ki, neçə rəqəmli ədəd olur. Yəni bunlara bir-bir baxaq. 16-nı mən 2 üstü 4 üstü 19 kimi yaza bilərəm. Bu nə olur? 2 üstü 76, düzdürmü? Elə bir 2 üstü 76, onluq ədəni deyirəm 2 üstü 3 kimi, yəni 8-liyə keçək. Bu olar 25, düzdürmü? 75, vurulsun 2 üstü 1. Mənə deyir, ilk rəqəm nə ilə başlayar? 2 ilə. Amma çünki bu keçəcək qabağa 25 də 0. Desək ki, neçə rəqəmli ədəd alınır? 26 rəqəmli ədəd alınır. Yaxşı 8-liyə keçəm mən. Amma ilk rəqəmi neçədir? 2-dir. Bunu təmizləyək, biraz aşağıya doğru sürüşdürək. 26-27-ci suallara da baxaq. O sonra açıq tiplərinə davam edək. Demək, burada nə deyir? Bir saniyə. 26-cı test nümunəmizdə yenə də X-dır, yenə də eyni əsas say sistemləri bir say sistemindən digərinə keçid qaydası, açıq yazılış qaydasının tətbiqidir. Fərqi yoxdur burada X-dır və yaxud da X plus 1-dir. 1 vurulsun, nə olur? X plus 1-in kvadratı. Düzdürmü? Üstə gəl, sıfıra vurma yoxdur onsuz da. 1 vurulsun, X üstə 0. Bu da həmişə bizə 1 verəcək. Bərabərdir. Bərabər. 1 vurulsun, X-in kvadratı, üstə gəl 0 yenə yoxdur. 1 vurulsun, X üstə 0. Üstə gəl, 1 vurulsun, 16, üstə gəl 1. Yəni, bunu sadələşdirsəm, bu müxtəsər vurma düsturu A plus B-nin kvadratını açsam, birincinin kvadratı A kvadrat üstə gəl 2AB plus B kvadratından davam edək. Onda burada nə olur? X kvadrat üstə gəl 2x üstə gəl 1. Bu da 1 olduğuna görə buna 1-ə vuranda üstə gəl 1 bərabərdir. X kvadrat, bura gəlirik, üstə gəl 1, üstə gəl 17. Düzdürmü? 16 üstə 1, 17. İndi burada biraz daha sadələşməyə doğru getsək və yaxud da sadələşdirsək desək, burada davam edək. Onda nə alınır? X kvadrat, bu tərəfə keçən X kvadrat getdi. Qalır 2x, düzdürmü? Bərabər. 1, 1, 2, bu da 18. 16, düzdürmü? 18, o da 2 çıxanda 16. X-in nəyə bərabər oldu? 8. Bizə də deyirdi, X-in qiyməti istəyirdi, burada olacağımız 8. Daha bir nümunədə isə uyğunluğu müəyyən edin. Əslində, bu tip uyğunluqları müəyyən etmək üçün məcburuq ki, biz bunları ikiliyə gətirək. Bölə-bölə getməyəcəm. Yenə də ikin qüvvətlərindən istifadə edəcəyik. Deməli, bu nədir? 32, üstə gəl 16, üstə gəl 4, üstə gəl 2. Düzdürmü? 32, deməli, 50 düzdür. 54-ü verir bizə. İndi bunu biz say sistemi kimi təsvir eləsək, onda nə alınır? 1, yanda 5D0. 1, yanda 4D0. Düzdürmü? 1, 4 nədir? 1, yanda 2D0. Yenə də 2 var, 1. Bu oldu mənim ikilikdə təsvirim. İkilik. 1, 1, 0, 1, 1, 0. Düzdürmü? İndi 76 için yazaq. 64, üstə gəl. 8, üstə gəl. Oldu 72. Bu da 4. Düzdür. İndi buna baxaq. Bu nədir? 2 üstü 6.
bir yanda 6D0. Bir yanda 3D0 var. 3 sıfıracan gələcəm. Bir yanda 3D0. O zaman 4 nədir? 100. Düzü 3 sıfırın əvəzinə bu da. 2 idi. 37 də yaza bilərəm. 32 üstə gəl 4 üstə gəl 1 kimi. Belə olmur. Bax, elə bir buna izah edeyim bir dənə. 2 üstü 5 üstə gəl. 2 üstü 2 üstə gəl 1. Bu nə deməkdir? Bir yanda 5 dənə 0. Düzdür. Bu bir yanda 2 0. Düzdürmü? Bu da 1 də sonda üstünə gələndə belə olur. Ona görə bunları burada rahatdır da yazmaq. Deməli, 1, 0, 0, 1, 0, 1. 2 idi. İndi bu müddəalara baxaq görək hansı-hansına uyğundur. Mən buradan 1, 2, 3-ü qeyd edirəm. Hansı variant doğru olsa onlara yazım. A ədədinin yazılışında birlərin sayı sıfırların sayından 2 vahid çoxdur. Baxaq, birlərin sayı 2-lər burada. Biri A'ya uyğundur. Baxın, həqiqətən 4 dənə biri var, 2 dənə düzdür. Biri olur A. A ədədinin yazılışda birlərin sayı sıfırların sayından 5 vahid azdır. Elə bir variantım yoxdur. Yoxdur. Ədədin ikilik yazılışında sıfırların sayı birlərin sayından 2 dəfə çoxdur. Elə bu A da eyni şeydir də. Bu 4-dürsə 2 dəfə çoxdur. D variantı. Ədədin yazılışında birlərin sayı sıfırların sayına bərabərdir. 3 dənə sıfırı, 3 dənə biri olan, bax 3-dür. Deməli, birlərin sayı sıfırların sayına o hansı variantda onda? Deməli, bu 37 olan 3. 3 olacaq D variantı. Ədədin ya sıfırların sayı birlərin sayından bir vahid çoxdur. 3, 4, bu da olur. 2'ye de olur. Y variantı. Doğru cevabımız olur. 1'e A, C, 2'ye Y, 3'e de D variantı olmuş olur. Bu da biraz təmizləyib buranı. Qalxa yuxarıya doğru 28, 29, 30 açıq suallarında izahına baxaq bu bölmədən. Bu sınavı da bitirmiş olaq. Deməli, yenə də eyni test nümunəsi, yenə eyni test forması. Bax, bunun 2 həll qaydası var. Niyə deyirəm? İstəsə 0, 1, 2, 0, 1, 2 bu formada yazıb diskriminantı tapa bilərsiniz. Yəni nə olur? X kvadrat üstə gəl 3x üstə gəl 4 üstə gəl 3x üstə gəl 2 bərabərdir. 2x kvadrat üstə gəl x. Bu tənliyi həll edib tapa da bilərsiniz. Amma əziz abituriyentlər, sizə ən rahat, ən qısa yol lazımdır. Bunu yazmağa biraz vaxt gedəcək. Amma baxın bura. Həmişə sütunlu yazın bunu. X-lıqda üstə gəl 3, 2, təbii ki, X-lıqda alınıb 2, 0, X-lıqda. 4-ün üstünə 2 gəlib. Neçə eləyib? 6. 6-dan elə 6-ın özünü çıxıb ki, 0 alınıb da burada. Əsasım nə oldu? 6-lıq say sistemi. Yoxlayaq 6. 6 üstünə 3 üstünə 3, 6. Bu da 1, 7. 7-dən çıxıram 6-yı 1. 1 yazıram. 1 yadda, birinin üstünə 1 gəlirəm. 2, 1, 0. Həqiqətən də 6-lıqda verir cəmi. Növbəti test nümunəmizə baxaq. Yenə də bu da. Burada Q verilməyinə baxmayın, elə bir x-lıq say sistemi kimi baxırıq. Diskriminantı həll edəcəyik. 0, 1, hər iki tərəfi onluğa gətiririk. Onda alınır nə? Burada yazıram. 3 vurulsun Q-nün kvadratı üstə gəl. 1 vurulsun elə bir Q-də, yəni 1 vurulsun Q. Yəni, burada 1 də yaza bilərik. Üstə gəl. 1 vurulsun Q üstü 0. Burada 1 yazır. Bərabərdir. 6 vurulsun 8 üstü 1 üstə gəl 5 vurulsun 8 üstü 0. İndi bunu sadələşdirsək. 3Q kvadrat üstə gəl Q üstə gəl 1 bərabərdir. 48-in üstünə 5 gələndə 53. Düzdürmü? O bu tərəfə keçirdəndə 52. Onu da keçirsək 3Q kvadrat üstə gəl Q çıx 52 bərabərdir 0-a. Diskriminantı təllik kimi həll eləsək. Onda buradan nə ala bilərik? Onda alarıq. Diskriminant bərabərdir. 1 üstə gəl. 52 3-ə vurub, 52 3-ü vuranda. 156. 156 və 4-ə vuranda. 156 4-ə vuranda. 624. Deməli 624. Bu da verir 625. Bundan kök çıxır 25. Düzdürmü? Onda x1, x2 nəyə bərabərdir? x1 mənfi 1 plus minus 20
5. 2a, bu da 6. Buradan da alırıq ki, mənfi kök bizə lazım deyil. Müsbət kökümüz olan 4. Düzdür. Cavabımız da olur burada 4. Həlli ilə yazmalıyız təbii ki, hər ikisinin həlli. Növbəti test nümunəmizə də baxaq buradan. Bircə saniyə. Sonuncu test nümunəmiz. Onunla da bu bölməni bitirmiş oluruq. Sonuncu test nümunəmiz belədir. Ekranı təmizləmirəm. Azalan sıra ilə yazırıq ədədləri. Bunları yazmaq üçün hər birini gərək məcburuq ki, biz bunları bir-bir onluğa çevirək. Başlayaq. 1, 4, 3, neçəli say sistemində 6-lıqda bərabərdir. 1 vurulsun 6-ın kvadratı, yəni nömrələyirik. Üstə gəl. 4 vurulsun 6 üstü 1, üstə gəl. 3 vurulsun 6 üstü 0. 6-ın kvadratı 36, 24, bu da 3, 63. Düzdürmü? 63 onluqda. Birincim budur. Sonra növbəti 59-luqda 0, 1, 5 vurulsun 9 üstü 1, elə bu verir 45 onluqda. Növbətiyə baxaq. 1, 2, 2, 2, üçlükdə bərabərdir. 1 vurulsun 3 üstü 0, 1, 2, 3. 3'ün kubu üstə gəl. 2 vurulsun 3 üstü 2 üstə gəl. 2 vurulsun 3 üstü 1 üstə gəl. 2 vurulsun 3 üstü 0. Bu da bərabərdir. 2'nin kubu 27, 27 üstünə 18, o da 53. Bu da verir bizə 53 onluq ədədi. Növbəti 1, 0, 1, 1, bu da verir 4'lükdə. Yenə nömrələyirəm 0, 1, 2, 3. 1 vurulsun 4'ün kubu üstə gəl. 0 yazmağa ehtiyac yoxdur. 1 vurulsun 4 üstü 1 üstə gəl. 1 vurulsun 4 üstü 0. 4'ün kubu 64, üstünə 4, 68, üstünə 1, 69 onluq ədədi. Növbəti, bunu mən burada 8'liyə çevirəcəm, rahat olsun. Olur 3, bu da olur 6. 6, 3, 8'likdə 0, 1, bu da var 6 vur 8, 1, üstə gəl, 3 vurur 8, 0. 48 üstə 3, 51 onluqda. Artan sıra demir, azalan sıra. Azalan sıra deyəndə nə başa düşürük? Bunun cavabını buradan işarə qoyacağım bura, buradan yazacağım. Deməli, ən böyük rəqəm hansıdırsa ondan başlayacağım. Burada ən böyük rəqəm 69'dur. Buradan yazılmışım. Onda 30'un cavabı olacaq 30'da. Belə ardıcıllıqla. 1, 0, 1, 1, 4'lükdə. Ən böyüyüm budur. Sonra 63 idi ən böyük. Səhv eləmirəmsə, yenə də baxaq. Bəli, 1, 4, 3, 6'lıqda. Sonra 53'dür. 53 hansıdır? 1, 2, 2, 2, üçlükdə. 51'dir. 51 də budur. Deməli, 1, 1, 0, 0, 1, 1, ikilikdə. Və sonuncu da 50'in özüdür, 9'luqda. Bu da olur mənim. Bunu da belə Allah bu hissə çox səliqəsiz olsa da 30-cu sualımın izahı və həlli. Əziz abituriyentlər, əziz müəllimlər, kanala abunə olmağı, dostlarla paylaşmağı, daha çox insana fayda verək deyə, daha çox insanın görməsi üçün paylaşsanız çox sevinərəm. Diqqətinizə görə minnətdaram. Növbəti sınaqların izahında görüşənədək bəyənməyi, şərh yazmağı, nələr aydın olmadısa, şərhlər bölməsində qeyd etməyi unutmayın. Növbəti video izahda görüşənədək sağ olun.